Değerli izleyicilerimiz, 3 gün evvel başladığımız menzilin söküntüsünü artık yekunlaştırmışıq. Menzilin bütün pollar söküldü hamısı. Divarlar çıxanqalandı, köhnə kaskalar çıxanqalandı hamısı. Ev süpürüldü, təmizləndi, tərtəmiz. Müştəriyə təhvil verilir. Artıq təmirə hazır vəziyyətə gətirilir. Balkon hissəsi də bütün söküldü hamısı. Divarlar, kaskalan divara çıxanqalandı. Bu mətbəx hissəsidir, bütün kabellər söküldü. Köhnə kraskalar qopdu hamısı mənzildən, divarlardan. Həmçinin bu divarda mənzil mətbəx hissəsinin bu divarları da söküldü hamısı. Beton atıqdı, yəni təmirə hazır vəziyyətə gətirildi. Hamam hissəsi söküldü, sıfırlandı hamısı. Orta divar götürüldü buradan. Yer, beton hamısı çıxdı, təmizləndi. Pazalık alçıpanlar söküldü hamısı. Şaxta hissəsi, köhnə qapaqlar təmizləndi hamısı. Bu isə koridor hissəsidir. Koridor hissəsi söküldü, təmizləndi. Divarlardan avoylar söküldü hamısı. Təmirə tam hazır vəziyyətə gətirildi və müştəriyə təhvil verildi. Xeyirli olsun, çox sağ olun.